Merkezi O nöqtəsində olan çevrəyə A nöqtəsindən AB toxunanı və AF kəsəni çəkilmişdir. AB 8, AY 4 olarsa çevrənin uzunluğunu tapın. AB-ni qeyd edək. AB deməli 8-dir. AY 4 və OY ilə OF mərkəzdən keçdiyi üçün bu da radiusdur. Yəni x olaraq qeyd etsək və ya da r olaraq qeyd edək, radiuslardır. Çevrəyə bir nöqtədən, yəni çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunan və kəsənin xassiyəsinə əsasən AB-nin kvadratı bərabərdir AY vurulsun AF. AB 8-dir, 8-in kvadratı bərabərdir 4 vurulsun 4 üstə gəlinsin R üstə gəl R, yəni 2R. Burada 64 bərabərdir 4 vurulsun 4 plus 2R. 64-ü 4-ə ixtisar eləsək 16 qalar. Deməli 16 bərabərdir 4 üstə gəlinsin 2R. 2R də bərabərdir 16-dan 4 çıxsaq 12. R də bərabərdir 6. Əgər radius 6-ya bərabərdirsə çevrənin uzunluğu C bərabərdir 2 pi R düsturu ilə hesablandığı üçün 2 vurulsun pi vurulsun 6, yəni 12 pi alarıq.